Sualda verilib ki, biri düzəltmə feildir. Yəni baxaq, qısa da olsa, düzdür, mən feili izah eləməmişəm, amma dərslərimizi izah edəcəm. Verib ki, yarışmaq, bitirmək, kiçilmək, oturmaq. Baxırıq, birinci ilk öncə söhbət feilindən getmir. Əvəzlik olsun, ism olsun, sifət olsun. Sözün ilk başlanğıcına baxmaq lazımdır, sözün kökünə. Baxırıq, burada yardan yarış olar. Yox, necə ola bilər ki? Yardan yarış olmaz. Yardan yarılmaq olar. Məsələn, nəsə bir yaran yarılmasıdır və yaxud da odunun yarılmasıdır və s. Ona görə yardan yarış olmaz. Deməli, bu sadə sözdür. Yarış sözü burada bir dənə sözdür. Keçirik B variantına. Bitirmək sözünə keçirik. Bitirmək sözü sözün kökü bitdi. Bit, bitir, bitirmək. Burada ir artıq düzəltmə sözü olur. Maq-məqdəki nə olur? Məsəl şəkilçisi olur. Yəni, nə etmək? Bitirmək, feilin şəkilçisi. Maq-məq burada həm də qrammatik şəkilçisidir. C variantına baxıraq, deyir ki, kiçilmək. Axı, kiçdən kiçilmək sözü olmaz. Necə ola bilər? Kiçdən kiçilmək. Kiç sözün kökü kiç ola bilərmi? Xeyr. Deməli, sözün kökü burada kiçildir. Kiçil, kiçilmək. Bu da sadə sözdür. Oturmaq sözündə isə sözün kökü ot ola bilər. Otdan oturmaq ola bilərmi? Xeyr. Amma otarmaq sözü olsaydı, sözün kökü ot olardı. Deməli, burada oturdu sözün kökü, oturmaqdır. Deməli, burada cavab B variantıdır.